Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve et-Terhib kitabından namaz kitabı 10. fəsil. Et-Tergibu fi luzumil mesacidi vel culus fiha. Məscidlərdə olmaq, yəni məscidə davamlı şəkildə namazları qılmaq üçün məscidə gələrək və həmçinin məscidlərdə oturmağa rəğbətləndirmək. Əbu Hureyra radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Səb'atun yuzilluhumullahu fi zillihi yevmə la zillə illə zilluhu. 7 sinif insan var ki Allah Teala qiyamət günü onları kölgəsində, yəni ərşin kölgəsində kölgələndirəcək. Elə bir gündə ki onun ərşin kölgəsindən başqa kölgə olmayacaq. Əl-İmamul Adil, ədalətli imam, ədalətli adil başçı. وَشَابٌ نَشَأَ فِي عِبَادَةِ اللّٰهِ عَزَّ وَجَلَّ. İzzətli və uca Allaha ibadətdə böyüyən gənc. وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ بِالْمَسَاجِدِ. Qəlbi məscidlərə bağlı olan kişi. وَرَجُلَانِ تَحَابَّ فِي اللّٰهِ اِجْتَمَعَ عَلَيْهِ وَتَفَرَّقَ عَلَيْهِ. Və Allah üçün birbirini sevən iki kişi. Buna görə, yəni Allah sevgisi üçün bir yerə cəm olarlar və buna görə ayrılarlar. Yəni bu iki nəfəri bir yerə gətirən Allah sevgisi, ahirət sevgisidir. Yəni dünyavi mənfəətə görə görüşmürlər. Görüşmələri, oturmaları, cəm olmaları Allah üçün, ahirət üçün və yaxud da zikir məclisi, Allahın dinindən danışmaq, ahirətə rəğbətləndirən işlərlə məşğul olmaq üçün və s. bütün bunlar Allah üçünə daxildir. وَرَجُلٌ دَعَتْهُ إِمْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ. Və o kişidir ki, onu adlı sanlı və gözəl bir qadın onu dəvət edər, yəni zinaya, və o da deyər ki, inni xafullah, mən Allahdan qorxuram. وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لَا تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ. Və o kişidir ki, bir sədəqə verər və onu gizlədər, hətta sağ əlinin xərclədiyini sol əli bilməz. وَرَجُلٌ ذَكَرَ اللّٰهَ خَالِيًا فَفَادَتْ عَيْنَهُ. Xəlvətdə, təklikdə, insanların görmədiyi bir yerdə Allahı xatırlayan, Allahı zikr edən kişidir ki, Allahı xatırlayır və gözlərindən yaş axar. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. مَا تَوَطَّنَ رَجُلٌ الْمَسَاجِدَ لِلصَّلَاةِ وَالذِّكْرِ إِلَّا تَبَشْبَشَ اللّٰهُ تَعَالَى إِلَيْهِ كَمَا يَتَبَشْبَشُ أَهْلُ الْغَائِبِ بِغَائِبِهِمْ إِذَا قَدِمَ عَلَيْهِمْ. Hər hansı bir kişi məscidləri namaz üçün özünə yer, bir vətən götürərsə, məscidlərdə namaz üçün qalarsa, yəni namazları, fərz namazları məscidlərdə qılır və həmçinin zikir, namaz və zikir üçün məscidləri özünə yer seçərsə, Allah Teala onun üçün fərəhlənər. Necə ki, ev əhli ailədən bir nəfər uzaqda, səfərdə, qeybdə olduqda, o insan qayıtdıqda ev əhli, ailə əhli necə sevinir, fərəhlənirsə, Allah Teala da o insana fərəhlənər.
Və bu hədisdə və həmçinin buna bənzər hədislərdə Allah Teala'ya nisbət olunan bu sifətlər, bu vəsflər ki, Allah Teala'nın fərəhlənməsi və yaxud da başqa sifətlər və bütün bunlar Allah Teala'nın öz ucalığına, əzəmətinə layiq şəkildə Allah'a isbat olunur. Heç nəyə, məxluqatdan heç kəsə bənzədilmir, oxşadılmır və necəlik də verilmir. Yəni necə, nə cür deyə bu suallar verilmir. Necə ki, insanın özünə, öz acizliyinə, öz naqisliyinə uyğundur insanın vəsfləri, sifətləri və Allah Teala'ya nisbət olunan sifətlər də Allahın əzəmətinə, ucalığına layiq şəkildədir. Yəni Allahın özü zatı haqqında necədirsə, əqidə, etiqad Allah Teala'nın ad və sifətləri haqqında da elə olmalıdır. Və başqa rəvayətdə isə buyurur ki, "Mə min raculin kana tavatta'al məsacid." Hər hansı bir kişi məscidlərə bağlanarsa, məscidləri sanki özünə vətən, məskən, yer seçərsə, namaz üçün, ibadət üçün, fəşəğələhu əmrun əv illətun və onu hər hansı bir iş, bir səbəb məşğul edər, yayındırar. ثُمَّ عَادَ إِلَى مَا كَانَ Sonra qayıdarsa yenə də məscidlərə إِلَّا يَتَبَشْبَشُ اللّٰهُ إِلَيْهِ كَمَا يَتَبَشْبَشُ أَهْلِ الْغَائِبِ بِغَائِبِهِمْ إِذَا قَدِمْ Allah Teala onun üçün fərəhlənər, necə ki, ev əhli, ailə üzvlərindən birisi uzaqda, qeybdə, səfərdə olub, sonra qayıtdıqda necə sevinir, fərəhlənirsə, Allah Teala da namaza, məscidə, namaz üçün, zikr üçün gələn insana fərəhlənir. Abdullah ibn Amr radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Sittu məcəlisə 6 məclis var, 6 yer var. El-mu'minu daminun alallahi teala mə kənə fi şey minhə. Mümin insan Allah Teala üzerine zəmanətdir. Yəni Allah Teala zəmanət vermişdir ki, Allah ona kifayət edəcək, Allah onu qoruyacaq, əgər yaşayarsa, sağ olarsa. Allah onu ruzləndirəcək. Və ölərsə Allah Teala ona əcr, savab, mükafat verəcək və onu cənnətə daxil edəcək. Yəni 6 yerdə, 6 məclisdə əgər mümin iştirak edərsə, olarsa Allah Teala özü zəmanət vermişdir ki, sağ olsa, yaşasa, Allah onu ruzləndirəcək, onu qoruyacaq, ona kifayət edəcək, ölsə, əcr mükafatını verəcək və onu cənnətə daxil edəcəkdir. Fi məscidi cəmaətin, cəmaat məscidində, yəni cəmaatlıqla namaz qılınan məsciddə, əgər insan namazlarını, fərz namazları məsciddə cəmaatla qılırsa, Allah Teala öz üzərinə götürmüşdür. Allah zəmanət vermişdir. Və ində maridin və xəstə yanında, yəni əgər xəstəni ziyarət edərsə, Allah Teala zəmanət vermişdir ki, yaşasa, onu ruzləndirəcək, onu qoruyacaq, ona kifayət edəcək və ölsə, onu cənnətə daxil edər və ona əcr savab verər. Av fi cənazətin və yaxud da cənazədə iştirak edərsə, Allah Teala ona böyük savab verər və Allah onu ruzləndirər. Av fi beytihi və yaxud da evində olarsa, yəni evində, insan evində oturur, evində olur, yəni fitnələrdən qorunmaq üçün. Cəmaat namazı və yaxud da xeyir məclislərindən başqa evində oturur. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem başqa hədisdə Uqbə ibn Amir soruşanda ki, ya Resulullah, nicat, qurtuluş nədədir? Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, dilini qoru, yəni faydasız, lazımsız şeylərdən, günahlardan dilini qoru. Evin sənə kifayət etsin, yəni evinlə kifayətlən. Lazım olmadıqda faydasız
yerlərə getmə. Və üçüncüsü də deyir ki, günahlarını ağla. Yəni, insan evində oturur, şərdən qorunmaq üçün. Necə ki, başqa hədisdə gəlir, Muazın hədisində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, evində oturur, salamat qalır və insanlar da ondan salamat olurlar. Əv ində imamin muqsitin və sonra buyurur ki, və yaxud da ədalətli, adil imamın yanında yuazziruhu və yuvaqiruhu, onu hörmətləndirir, onu dəstəkləyir, ona yardım edir. Yəni, ədalətli, adil imamdır. O insan da ona kömək, yardım edir yaxşı işlərdə, Allaha itaətdə ona köməkçi, yardımcı olur. Və yaxud da hansı bir hökmün verilməsində insanlar arasında ədalətli hökm vermək üçün ona kömək, yardım edir. Altıncısı isə əv fi məşhədi cihadin və yaxud da cihad meydanında, yəni döyüş meydanında döyüşdə olarsa. Yəni, 6 yerdə insan iştirak edərsə, lakin bu hədisdə zikr olunan formada buna uyğun şəkildə Allah Teala zəmanət vermişdir ki, insana yardım, kömək edəcək, ruzləndirəcək və ölsə cənnətə daxil edəcək və ona böyük mükafat savab verəcəkdir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnnə lil məsəcidi əvtədən. Həqiqətən məscidlərin dirəkləri vardır. Məscidlərin həqiqətən də dirəkləri vardır. Sütunları vardır. Yəni, sanki məscidlərin sütunlarıdır bu insanlar. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisdə məscidə fərz namazları qılmaq üçün, zikr üçün, elm öyrənmək üçün gələn insanları məscidlərin dirəkləri sütunlarına bənzədir. Sanki bunlar məscidlərin sütunlarıdır. Necə ki, çadırın dirəyi olduğu kimi, bu insanlar da məscidlərin dirəkləridir. Bu sütun, bu dirəklərlə məscidlər ayaqda qalır. Və bunlar da o insanlardır ki, daim, davamlı şəkildə məscidlərə gəlirlər. Yəni, hərdən gəlib gedən adamlar məscidə hərdən yolu düşəndə və yaxud da hərdən istəyi, könlünə düşəndə məscidə gələnlər məscidlərin dirəkləri, sütunları hesab edilmir bu hədisdə zikr olunan kimi. Və sonra buyurur ki, əl-mələikətu cüləsəuhum, mələklər onların yoldaşlarıdır. Yəni, əgər onlar məsciddə otururlarsa, mələklər də onlarla bərabər oturur, onlara yoldaşlıq edir. İnqabu yətəfəqqədunəhum, əgər olmasalar, yəni məscidə birdən gəlməsələr, mələklər onları axtarır. Yəni, sadəcə bu fəzilət olsaydı müsəlman üçün kifayət idi ki, məscidlərə davamlı şəkildə geçsin. Ki, mələklər insan namaza, hər hansı bir namaza getməyəndə, əgər davamlı gedən insandırsa, mələklər onu axtarır. Elə insan var ki, həyatda heç onu axtaran insan da yoxdur. Nəinki mələklər. Və in maridu aduhum, əgər xəstələnərlərsə, mələklər onları ziyarət edir. Və in kanu fi hacətin a'anuhum, əgər hər hansı bir ehtiyac, işləri olarsa, mələklər onlara kömək, yardım edir. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, Cəlisul məscidi alə thələthi xisalin, yəni məsciddə oturan, yəni məscid yoldaşı 3 xislətdədir. Əxun müstəfədun, yəni 3 şey əldə edir. 3 fayda əldə edir. Fayda, mənfəət verən qardaş, yəni məscidə davamlı şəkildə gedən insan mənfəətli, faydalı qardaş əldə edir ki, o insan, o qardaş ona fayda verir.
ona mənfəət verir. Dünyavi və yaxud da dini məsələlərdə və əsasən də axirət dini işlərdədir. Əv kəlimət hikmətin və yaxud da hikmətli bir kəlmə söz eşidir məsciddə. Əv rəhmətun muntadara və yaxud da gözlənilən bir rəhmət. Yəni Allah Teala'nın rəhməti ona çatır, ona hasil olur. Başqa ləfsdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: İnnə lil məsəcidi əvtədən. Həqiqətən məscidlərin dirəkləri, sütunları vardır. Hum əvtəduhə, məhz onlardır məscidlərin dirəkləri. Ləhum cüləsəu minəl mələikəti, onların mələklərdən yoldaşları var. Fəin qabu səəlu anhum, əgər onlar məsciddə olmasalar, mələklər onlar haqqında soruşur. Və in kənu marda aduhum, əgər onlar xəstə olarlarsa, mələklər onları ziyarət edir. Və in kənu fi hacətin əanuhum, hər hansı bir ehtiyac işləri olarsa, mələklər onlara yardım, kömək edir. Əbu Dərdə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dediyini eşitdim. Əl-məscidu beytu kulli təqiyyin. Məscid hər bir təqvalı insanın evidir. Təqva sahibi üçün həqiqi ev məsciddir. Allah Teala'nın evləridir. Yəni rahatlığını, sükunəti Allahın evində, məsciddə tapır. 11-ci fəsil Ət-tərhibu min ityanil məscidi limən əkələ basalan əv thəvmən əv kurrasən əv fuclən və nəhvə zəlikə mimmə ləhu rayəhətun kərihə. Məscidə soğan, sarımsaq, kəvər və yaxud da buna oxşar pis qoxusu, pis iyi olan hər hansı bir şey yeyərək məscidə gəlməyə çəkindirmək, məsciddə gəlməkdən qorxudub çəkindirmək haqqında olan hədislər. Abdullah İbni Umar radiyallahu anhuma deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən əkələ min hədihi şəcərəti, yəni thəvmə, fələ yəqrabannə məscidinə. Kim bu bitkidən, yəni sarımsaqdan yeyərsə, məscidimizə yaxınlaşmasın. Başqa ləfsdə isə deyir ki, fələ yəqrabannə məsəcidinə, bizim məscidlərimizə yaxınlaşmasın. Başqa rəvayətdə isə fələ yətiyənnə məsəcidə, məscidlərə gəlməsin. Yəni bu üç rəvayət üçü də soğan, sarımsaq, kəvər və s. pis iyi olan şeylər yeyib məscidə gəlməyi qadağan olduğunu bildirir. Və başqa ləfsdə, başqa rəvayətdə isə mən əkələ min həzihi şəcərəti fələ yəqrabənnəl məsəcidə. Hər kim bu bitkidən yeyərsə, məscidlərə yaxınlaşmasın. Ənəs ibn Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən əkələ min həzihi şəcərəti fələ yəqrabənnə. Kim bu bitkidən yeyərsə, bizə yaxınlaşmasın. Və lə yusalliyənnə mə'ənə. Və bizimlə bərabər namaz qılmasın. Və Munir Əd-Diməşqi rəhməllah deyir ki, ey qardaşım, Allah sənə rəhm eləsin. Bax gör, bu cür pis qoxusu, pis iyi olan tərəvəzi, istər soğan, sarımsaq, kəvər və yaxud da başqa şey olsun, yəni pis iyi olduğu üçün bu tərəvəzləri yeyərək məscidə gəlməyi Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan etmişdir. Hətta məscidə yaxın durmaq belə qadağan etmişdir. Hansı ki pis qoxusu var və bununla mələklər əziyyət çəkir. Deyirsən, nə düşünürsən? Bəs siqaret çəkərək məscidə gələn insan bu qadağana daxil deyilmi? Halbuki siqaretin qoxusu iyi, bu bitkilərin iyi qoxusundan daha pisdir, daha şiddətlidir. Halbuki soğan, sarımsaq yeyən insan, kəvər yeyən insanın o bitkilərdən onun heç bir zərəri yoxdur. Əksinə faydası, mənfəəti çoxdur. Amma siqaret isə siqaretin zərərləri olduqca çoxdur.
ve fayda da yoktur. Sigarette hiçbir fayda da yoktur ama zararlar ise çoktur. Allah Teala herkese afiyet versin. Başka lafzda Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki İyyâkum ve âteynil baklateynil muntineteyn en te'kulûhuma ve tedhulû mesacidena. Bu iki pis kokusu olan bitkini yiyerek ve bizim mescidlere dahil olmaktan çekinin. فَاِنْ كُنْتُمْ لَا بُدَّ اَكِلِيهِمَا فَاقْتُلُوهُمَا بِالنَّارِ قَتْلًا. Eğer mütlak siz bunlardan yemelisinizse onu odla, alovla öldürün. Yani bu bitkileri pişirerek suda kaynatmakla veya da başka herhangi bir üslubla pişirilerek yeyilerse onda bu qadağan düşür. Yani Allah Resulü sallallahu aleyhi ve sellem bunları yiyerek mescide gelmeyi qadağan edir. Lakin buyurur ki kim yemelidirsə, yani yeyip gelmek istəyirsə onu pişirsin. Pişirdikten sonra yesin. Yani pişirilərsə artıq o qoxusu iyi gelir. Cabir ibn Abdullah deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men ekele basalan ev thawmen fely'tezilna. Kim soğan veya da sarımsak yerse bizden uzak dursun. Ev fely'tezil mesacidena veya da bizim mescitlerden uzak dursun. وَلْيَقْعُدْ فِي بَيْتِهِ evinde otursun. Müslüm'ün rivayetinde ise diyor ki men ekelel basala ve thawma vel kurrasa. Her kim soğan, sarımsak veya da kever yerse fele yakrabenne mescidine bizim mescidimize yakınlaşmasın. Fe innel melaikete teteezza mimma yeteezza minhu benu Adem. Hakikaten Adem evladının eziyet çektiği şeylerden melekler de eziyet çekir. Başka rivayette ise diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem soğan ve kever yemeği qadağan etdi. فَغَلَبَتْنَا الْحَاجَةُ فَأَكَلْنَا مِنْهَا. Ve bize de ihtiyaç, güç geldi ve biz onlardan yedik. Ve Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki men ekele min hâzihi şecretil habîse. Kim bu pis bitkiden yani pis kokusu, pis iyi olan bitkiden yerse bizim mescidimize yakınlaşmasın. فَاِنَّ الْمَلَائِكَةَ تَتَأَذَّى مِمَّا يَتَأَذَّى مِنْهُ النَّاسِ. Hakikaten insanların eziyet çektiği şeylerden melekler de eziyet çekir. Ebu Said el-Hudri diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem yanında sarımsak, soğan ve kever zikrolundu. Yani Peygamber sallallahu aleyhi ve sellem yanında bu bitkilerden danıştılar, bunu hatırladılar. Ve dediler ki ya Resulallah, ey Allah'ın elçisi ve eşeddu zâlike kulli thevm. Bunların da hem en şiddetlisi sarımsaktır. Sen onu haram edirsen mi? Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki yiyin. Yani onu yiyin, yani sarımsağı yiyin. Men ekelehu minkum fela yakrab hadal mescid. Sizden kim onu yerse bu mescide yakınlaşmasın. Hatta yezhebe rihuhu minhu. Yani onun iyi gedene kadar. Yani iyi gedene kadar mescide yakınlaşmasın. Bu hadis bildirir ki eğer iyi yoktursa veyahut da iyi gedipse mescide gelebilir. Veyahut da iyini itiripse pişirmekle veyahut da başka bir şeyle mescide gelmek olar. Ömer ibn Hattab cuma günü insanlara hutbe verir. Ve hutbesinde deyir ki ثُمَّ اِنَّكُمْ اَيُّهَا النَّاسِ. Sonra ey insanlar, hakikaten siz bu iki bitkiden yiyirsiniz. لَا أَرَاهُمَا إِلَّا خَبِيثَتَيْنِ هَذَا الْبَصَلَ وَالثَّوْمِ. Ben ise bu soğan ve sarımsağı habis yani pis kokulu, pis iyili görürüm. لَقَدْ رَأَيْتُ رَسُولَ اللّٰهِ sallallahu aleyhi ve selleme اِذَا وَجَدَ رِيحَهُمَا مِنَ الرَّجُلِ فِي الْمَسْجِدِ. Ben gördüm Allah Resulü sallallahu aleyhi ve sellem yani Peygamber sallallahu aleyhi ve sellem döneminde değil ki herhangi bir kişide bu ikisinin iyi olardısa soğan veyahut da sarımsağın iyi gelerse kimdense
Emra bihi fe uhrice il baka. Emro edirdi, yani emrolunurdu, emreden de Allah Resulü sallallahu aleyhi ve sellem idi. Ve o kişinin çıkardılar Baki tarafa. Femen ekelehuma fel yumithuma tabhan. Ve kim de bunları yerse pişirmekle onu öldürsün. Pişirmekle o bitkini öldürsün, yani onun iyi geçsin. Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men ekele min hâzihi şecerati. Kim bu bitkiden yerse el-thevmi, yani sarımsaktan, فَلَا يُؤْذ۪ينَا بِهَا ف۪ي مَسْجِدْنَا هَذَا. Bizim bu mescidimizde onunla, yani o sarımsağın iyiyle bize eziyet vermesin. Ebu Se'lebe radıyallahu anh diyor ki ennehu gazâ ma Resulillah sallallahu aleyhi ve sellem Kheyber. O Allah elçisi sallallahu aleyhi ve sellem'le beraber Kheyber tarafa dövüşe gitti. Fevacadu fi cinaniha basalan ve thawman ve kurratan. Ve Kheyber'in bahçelerinde, bağlarında soğan, sarımsak ve kever olduğunu gördüler. Feekelu minhu ve hum ciya'un. Ve onlar aç oldukları halde ondan yediler, bitkiden yediler. فَلَمَّا رَاحَ النَّاسُ اِلَى الْمَسْجِدِ. Ne vakit ki insanlar mescide gitti. اِذَا رِيحُ الْمَسْجِدِ بَصَلٌ وَثَوْمٌ. Ve mescidden iyi soğan ve sarımsak idi. Yani mescid soğan ve sarımsak iyilenirdi. Yani mescitte soğan ve sarımsak iyi gelirdi. Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki men ekele min hâzihi şeceratil habîtheti fela yakrabenne. Kim bu habis, pis kokulu bitkiden yerse bize yakınlaşmasın. Huzeyfe İbn-i Yemen radıyallahu anh diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Men tefele tucahel kıbleti. Her kim kıble istikametine, kıble tarafa tüpürerse ca'e yevmel kıyameti ve tefluhu beyne ayneyhi. Kıyamet günü tüpürdüğü iki gözünün arasında olduğu halde gelir. Yani kim kıble tarafa tüpürerse kıyamet günü gelir ve o tüpüreceği iki gözünün arasında. وَمَنْ أَكَلَ مِنْ هَذِهِ الْبَغْلَةِ الْخَب۪يثَ. Ve her kimde bu habis, yani pis, iyili bitkiden yiyerse, yani sarımsak, soğan veyahut da kever, فَلَا يَقْرَبَنَّ مَسْجِدَنَا. Bizim mescidimize yakınlaşmasın. Ve Allah Resulü sallallahu aleyhi ve sellem bunu 3 defa tekrarladı. Kim yerse mescidimize yakınlaşmasın. Ve bu hadisler ve buna benzer bütün hadisler insanlara eziyet vermemeyi bildirir. Herhangi bir şeyle insanlara eziyet vermemek. Ve eğer herhangi bir şey, herhangi bir koku iyi insanlara eziyet verirse meleklere de eziyet verir. Ve mescidler de ibadet, zikir yerleri olduğu için mescidler meleklerin yerleridir. Ve insan mescide gelirken iyi olan herhangi bir şeyden çekinmelidir. İster giyinti məhsul olsun, isterse de eynindeki paltar olsun. Ve xüsusən də indiki dövrdə yani insan corablarına dikkat eləməlidir ki, corablardan iyi gelmesin. Ve Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşitib yaxşısına tabi olanlardan etsin. Ve Allah Teala size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.